Yağış haqqında heç düşünmüsünüzmü? Nəyini? Bir çox cəhətini düşünə bilərik. Ancaq indi sadəcə yağışın yağmasını izləyək. Yağış damcılarının ölçüsü 6 mm olur. Bundan çox böyümürlər. Yağarkən də heç vaxt bir-birinə dəymirlər. Yuxarıdan yerə buraxılan bir cisim yerin cazibə qüvvəsinin təsiri ilə artan sürətlə yerə düşür. Yağış damcısı isə sanki cazibə qüvvəsinə meydan oxuyaraq sabit sürətlə yerə enir. Bunun çox mühüm bir hikməti var. Belə ki, əgər yağış bu xüsusiyyətdə olmasaydı, cazibə qüvvəsi səbəbindən damcı bir neçə kilometr yüksəklikdən yerə güllə sürəti ilə düşəcəkdi. Dəydiyi obyektləri deşib ziyan vuracaqdı. Yağışın əmələ gəlməsindəki yüzlərlə hikmətli prosesi bir kənara qoyub soruşuruq. Bu yağış damcılarının ölçüsünü kim təyin edir? Eyni anda yerə enərkən küləyin təsirinə rəğmən bir-birinə dəyməyən milyonlarla damcını hansı qüvvə idarə edir? Yağış damcılarının yerə güllə kimi enməsinə izin verməyən mərhəmət sahibi kimdir? Yağışın bu cür yağması onu yağdıranın varlığını zəruri edir. Elə isə göydən su endirən, onunla yer üzünə həyat verən qüdrət sahibi kimdir? Bütün bu suallara Quranla cavab verək. Qovulmuş şeytandan Allaha sığınıram. Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur. Sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır.